Salam dəyərli izləyicilər. Bugün sizinlə bol tərəvəzli, ərişdəli, çox ləzzətli toyuq şorbası hazırlayırıq. Bu sizinlə Ramazan ayı daxil olduğundan bəri YouTube-da ilk görüşümüzdür. Hər birinizi müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edirik. Bulyon üçün 2 litr soyuq su götürmüşük. Qazı gür açıb götürdüyümüz toyuq tikələrini qazana suyun içərisinə əlavə edib xörəyin kəfinin ayrılmağını gözləyirik. Ayrılan kəfi tamamilə yığıb atırıq. Bu arada dəyərli izləyicilər, sizdən ricamız bu videonu bəyənin. Sizin hər bəyənməniz videonun sizdən sonra daha bir izləyicinin qarşısına çıxmasına kömək edir. Bu sizin bizə dəstəyinizdir. Kəfini tamamilə yığdıqdan sonra bura 4 çərtilmiş bir baş soğan əlavə edib qazı bir qədər azaldıb qazanın qapağını qoyub onu ət yumşalıb bulyon hazır olana qədər bişiririk. Daha sonra bir baş soğanı narın kub şəklində doğrayırıq. Dəyərli izləyicilər, əgər Ramazan süfrəniz üçün nə bişirim deyə düşünürsünüzsə, YouTube kanalımıza keçid edin. Orada sizinlə müxtəlif cürə sınanmış, etibarlı, ləzzətli börək, isti quru yemək, salat, şirniyyat reseptləri bölüşmüşük. Yağı isidib doğradığımız soğanı tavaya qızğın yağa əlavə edib qovururuq. Bir balaca kök götürmüşük. Tez bişməsi üçün onu nazik dairəvi şəkildə doğrayırıq. Bir orta böyüklükdə kartof götürmüşük, onu da xırda kub şəklində doğrayırıq. Soğan bir qədər qovrulub şəffaflaşdıqdan sonra bura zövqə görə duz və bir qədər də sarı kök əlavə edib hazır olana qədər, yəni yumşalıb qızılı rəngə çalana qədər qovururuq. Orta böyüklükdə pomidor götürmüşük. Pomidoru dondurucudan çıxaran kimi qaynar suya salıb qabığını soyuruq, ardınca xırdalayırıq. Soğan hazır olduqdan sonra onu soğanın üzərinə əlavə edib yağa düşənə qədər qovururuq. Yarım ədəd qırmızı biberi də xırda kub şəklində doğrayırıq. Ət artıq yumşalıb hazırdır. Qazana əlavə etdiyimiz soğanı çıxarıb atırıq və bura doğranmış köklə kartofu əlavə edib qazanın qapağını örtürük ki, onlar da bişib yumşalsınlar. Yeməyə gül kələmi ilə brokoli də əlavə edəcəyik. Brokolidən bir qədər kəsib xırda doğrayırıq. Həmçinin gül kələmindən də bir qədər kəsib götürüb onu da xırda doğrayırıq. Köklə kartof hazır olduqdan sonra yeməyə doğradığımız brokoli ilə gül kələmi, onun ardınca qırmızı şirin biberi, onun ardınca da bir xörək qaşığı yuyulub suyu süzülmüş yumru düyü əlavə edirik. Yumru düyü yeməyi həm həlimli, həm də ləzzətli edir. Ən sonda, yəni yeməyi ocaqdan götürəndə əlavə etməyə nanə, keşni, şüd, göyərtilərini incə-incə doğrayırıq. Tərəvəzlər bişib hazır olduqdan sonra yeməyə evdə kəsilmiş ərişdə əlavə edirik. Siz ərişdəni xırda vermişlər olur. Onlardan da əvəz edə bilərsiniz. Ardınca hazırladığımız soğançanı da əlavə edib qazanın qapağını örtürük və 5 dəqiqə bu şəkildə bişiririk ki, həm dadlar bir-birinə qarışsın, həm də ki əlavə etdiyimiz ərişdə bişsin. Ən sonda yeməyin göyərtisini də əlavə edib ocağı söndürürük. Göyərti də yeməyin istisində yumşalır, çəkib süfrəyə verə bilərik. Çox ləzzətli, bol vitaminli, əsl iftar süfrəsinə yaraşan bir yeməkdir. Əgər ətlə eləmək istəmirsinizsə, ətsiz də hazırlaya bilərsiniz. Və yaxud da dana əti ilə, qoyun əti ilə də eləyə bilərsiniz. Hazırlayın, iftar süfrələrinizə qoyun. Allah hər kəsin tutduğu orucu, namazlarınızı, dualarınızı qəbul etsin.